Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu günlərim sizlərə dəstək məqsədi ilə müsahibədə nələrlə qarşılaşa bilərsiniz? Bu suallara baxacağıq. Əsas qiymətləndirmədir ki, orada qiymətləndirmədə mütləq şəkildə suallar verilir. Bu mövzuya bir balaca aydınlıq gətirəcəm. Deməli, qiymətləndirmə nədir müəllimlər? Qiymətləndirmə təhsil alanın nailiyyət səviyyəsinə qoyulan dövlətin tələbidir. Qiymətləndirmə keçirərək müəllim müəyyən edir ki, şagirdə proqramı, keçilən mövzuları hansı dərəcədə mənimsədibdir. Milli qiymətləndirmə var, beynəlxalq qiymətləndirmə var, məktəb daxili qiymətləndirmə var, yekun qiymətləndirmə var. Sual verə bilər ki, qiymətləndirmənin neçə növü var? Adlarını sadaladım. Deyə bilər ki, 4 dənə növü var. Hansılar oldu? Milli, beynəlxalq, yekun, məktəb daxili. İndi isə biz baxırıq məktəb daxili qiymətləndirmənin növlərinə. Məktəb daxili qiymətləndirmənin özünün də müəllimlər 3 dənə növü var. Diaqnostik, formativ, bir də summativ. Məsəl üçün müsahibədə sual verər ki, məktəb daxilində hansı qiymətləndirmə növlərindən istifadə edirik, keçiririk? Məktəb daxili qiymətləndirmənin hansı növləri var? Diaqnostik, formativ, summativ. Bir də sual verər ki, ümumi qiymətləndirmənin neçə növü var? Burada artıq biz 4 dənə qiymətləndirmə növü adını çəkdik ki, milli, beynəlxalq, məktəb daxili, bir də yekun qiymətləndirmə. İndi baxaq görək ki, müəllimlər, diaqnostik qiymətləndirmə nədir? Nə məqsədlə aparılır? Deməli, diaqnostik qiymətləndirmə ilkin aparılan qiymətləndirmədir. Şagirdə müəllim ilkin diaqnoz qoyur qiymətləndirməni, diaqnostik qiymətləndirməni keçirərək. Şagirdlərin ilkin səviyyəsini müəyyənləşdirir ki, görək şagirdlərin hansı səviyyədədir onun şagirdləri və müəllim üçün bu diaqnostik qiymətləndirmə bir növ barometr rolunu oynayır. Müəllim artıq nədən başlamalı olduğunu, necə başlamalı olduğunu diaqnostik qiymətləndirmə keçirərək bilir və bunun əsasında da planlaşmasında müəyyən dəyişikliklər edir. Planlaşdırmada diaqnostik qiymətləndirmə əsasında həyata keçirilir. Yəni biz diaqnostik qiymətləndirməni həyata keçirir və bunun əsasında da planlaşdırmamızı keçirə bilirik. Deməli, diaqnostik qiymətləndirmə bəhs və bölmələrin əvvəlində, yarım ilin əvvəlində, ikinci yarım ilin əvvəlində ola bilər. Məsəl üçün, birinci yarım ilin əvvəlində ola bilər. Şagird sinifdən sinifə keçən zaman, məktəbdən məktəbə keçən zaman müəllim neynir? Diaqnostik qiymətləndirmə keçirə bilər. Diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Nəticələri şagirdin qovluğunda saxlanılır, yəni jurnala qeyd olunmur. Şagirddə qorxu hissi yaratmır. Çünki şagirdlər əsasən nədən qorxur? Jurnala yazılan qiymətdən. Bu da jurnala qeyd olunmur. Deməli, harda saxlanıldı? Şagirdin qovluğunda. Deməli, diaqnostik qiymətləndirmə hansı üsullar vasitəsilə aparıla bilər? Düşər də sual verər ki, məsəl üçün müsahibədəki diaqnostik qiymətləndirməni hansı üsullarla keçirə bilərsiniz? Yadınızda qalsın ki, müşahidə ola bilər, sual-cavab ola bilər, bibo ola bilər, klaster ola bilər, müsahibə ola bilər və s. İndi baxaq görək, formativ qiymətləndirmə nə məqsədlə aparılır? Deməli, formativ qiymətləndirmə məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyəti izləmək üçün aparılır. Bu zaman qarşıya çıxan problemləri müəyyənləşdirib və onları aradan qaldırmaq məqsədi ilə aparılan qiymətləndirmə növüdür. Şagirdin irəliləmə və geriləməsini izləyir formativ qiymətləndirmə. Əgər şagirddə geriləmə varsa, onu aradan qaldırır. Formativ qiymətləndirmə dərs boyu aparılır, il boyu aparılır, hər gün aparılır, davamlı aparılan qiymətləndirmə növüdür. Diaqnostik qiymətləndirmə bayaq dedik ki, ilkin qiymətləndirmədir. Lakin formativ qiymətləndirmə davamlı olaraq gündəlik, yəni hər gün aparılan qiymətləndirmə növüdür. Formativ qiymətləndirmənin nəticələri şagirdin gündəliyində qeyd olunur. Həm də müəllimin formativ jurnalında qeyd olunur. Bax, diqqətli olaq. Bu da qorxu yaratmır şagirddə. Yəni ki, əsas jurnala yazılan qiymətləndirmə növü deyil. Deməli, harda qeyd olundu? Şagirdin gündəliyində, bir də müəllimin formativ jurnalında. Formativ qiymətləndirmə dərsin əvvəlində də aparıla bilər, sonunda da, ortasında da aparıla bilər. Daha çox, yəni ki, sonda aparılması da məqsədə uyğundur. Başqa biz buradan nə deyə bilərik?
bax, formativ qiymətləndirmənin üsulları. Bayaqlarım diaqnostiki dedi, indi də formativini soruşa bilər ki, məsəl üçün ki, müsahibədə girmisiniz, deyər ki, bəs formativ qiymətləndirməni siz hansı üsullar vasitəsilə apara bilərsiniz? Qapalı suallar verərək, açıq suallar verərək, müşahidə yolu ilə, 3-2-1 üsulu ilə, yoldaş qiymətləndirməsi ilə, özünü qiymətləndirmək yolu ilə, çıxış bileti ilə, cümlə kökləri ilə və s. Yəni bu formalarda biz nə edə bilərik? Formativ qiymətləndirməni apara bilərik. Konstruktiv rəy nədir? Konstruktiv rəy müsbət rəydir, effektiv rəydir, düzgün verilən bir rəydir. Konstruktiv rəy keçmişə deyil, gələcəyə yönəlik olmalıdır. Emosiyalara deyil, idraka yönəlməlidir. Deməli, konstruktiv rəy vaxtında verilməlidir, spesifik, xüsusi olaraq verilməlidir. Şagirdin mütləq şəkildə məsəl üçün, şagird nəyi bilmir, bilmədiyini necə düzəldə bilər? Bu formada verilməlidir. Məsəl üçün, əgər müəllim şagirdin tapşırığını yoxlayıb birbaşa qiymət yazarsa, bu konstruktiv rəy deyil və yaxud tapşırığı yoxlayıb deyir ki, afərin, əla yazmısan. Məsəl üçün də, yəni bu cür olmalı deyil. Məsəl üçün, deyirik ki, sən Azərbaycan dilini sökürsən, deyir də bəzən şeylər. Yəni, bu konstruktiv rəy deyil. Rəydə birinci müsbətdən başlayırıq. Məsəl üçün, əgər şagirdin yazdığı 10 tapşırıqdan ikisi düzdürsə, müəllim həmin o 2 düz tapşırıqdan başlamalıdır. Məsəl üçün, deməlidir ki, bu düsturdan istifadə edib, bunu yazmısan, o biri düsturdan da istifadə edib yazsan, nəticən daha gözəl olar. Yəni ki, o düzlərin budur, səhvləri də eləməzsən. Məsəl üçün, bu düsturdan istifadə eləsən. Yəni, bu şəkildə verilməlidir. Gələcəyə yönəlik olmalıdır. Deməli, indi baxırıq ki, rubrik nədir? Baxın, müəllimlər, rubrik qiymətləndirmə vasitəsidir. 2 dənə növü var. Analitik və holistik rubrik var. 3 hissədən ibarətdir rubrik. Meyar, keyfiyyət səviyyəsi, meyara uyğun keyfiyyət səviyyəsi. Meyar odur ki, mən nəyə görə qiymətləndirirəm? Keyfiyyət səviyyəsi də odur ki, zəif, asan, orta, kafi, qeyri-kafi, yaxşı, daha yaxşı və s. Yəni, buna uyğun. Keyfiyyət səviyyəsinin təsviri. Məsəl üçün, şagird esse yazıbsa, mən bunu belə qiymətləndirərəm. Məzmun hissədə yazıram ki, məzmun tam əhatə olunmayıb. Qeyri-kafi hissədə, məsəl üçün, yazıram ki, məzmun tam əhatə olunmayıb. Şagird yaxşı yazıbsa, yazıram ki, məzmun yaxşı əhatə olunub və yaxud qrammatik norma hissəsinə keçirəm, yazıram ki, qrammatik normada xeyli səhvlərim var. Bunlara diqqət yetir və yaxud səhv yoxdursa, yazıram ki, qrammatik normalara tam əməl olunub və yaxud nisbətən, qismən əməl olunub və s. Analitik rubrik nədir? İndi baxaq görək, analitik rubrik nədir? Uzun müddətli qiymətləndirmədir analitik rubrik. Yəni, analiz eləyə, təhlil eləyə aparılan uzun müddətli qiymətləndirmədir. Nə? Analitik rubrik. Şagirdin fəaliyyəti ayrı-ayrı meyarlar əsasında qiymətləndirilir analitik rubrikdə. Məsəl üçün, qrup işini qiymətləndirirəm. Orada mən əməkdaşlıq, bir-birlərini dinləmə, ünsiyyət bacarığı, liderlik bacarığı, aktivlik bacarığı, özünü təqdim etmə, özünü ifadə etmə. Yəni, bu cür meyarlar qoyuram və bunlar əsasında da qiymətləndirirəmsə şagirdi. Bu olur analitik şagirdlər, analitik rubrikdir. Meyar çox olduğuna görə uzun müddətdə bu analitik rubrik davam edir. Uzun müddətli olur. Holistik rubrik nədir? Holistik rubrik ümumi bir meyar əsasında qiymətləndirilir. Məsələn, əməkdaşlıq və bütün şagirdləri əməkdaşlıq əsasında qiymətləndirirəmsə, məndə olacaqdır nə? Holistik rubrik. Qısa müddətli qiymətləndirmədə deyilir holistik rubrikə. Deməli, holistik qiymətləndirmə, surətli qiymətləndirmə adlanır. Çox meyar varsa olacaqdır analitik qiymətləndirmə. Az meyar varsa surətli qiymətləndirmə olan holistik qiymətləndirmə olacaqdır. İndi baxaq görək summativ qiymətləndirmə nədir? Qısa-qısa danışıram, çünki müsahibədə uzun danışmağa ehtiyac olmayacaqdır. Bax, summativ qiymətləndirmə, formativ və diaqnostik qiymətləndirmə dedik ki, rəsmi deyil, ancaq summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə bayaq demişdik, harada saxlanılırdı? Şagirdin qovluğunda. Formativ qiymətləndirmə gündəliyinə yazılırdı. Ancaq summativ qiymətləndirmə rəsmi qiymətləndirmə olduğu üçün
deməli summativ qiymətləndirmənin nəticələri rəsmi jurnalda qeyd olunur. KSG və BSG-lərin qiymətləri də jurnaldan əlavə gündəlikdə də qeyd olunur. Deməli, summativ qiymətləndirmənin özünün də bayaq dediyim kimi 2 dənə növü var. Kiçik və böyük summativ qiymətləndirmə. Birinci sinifdə ümumiyyətlə qiymətləndirmə olmur, nə kiçiyi, nə böyüyü, yəni summativ qiymətləndirmə olmur. İkinci sinifdən 11-ci sinifə qədər summativ qiymətləndirmə həyata keçirilir. Kiçik summativ qiymətləndirmə birinci yarımildə 3 dəfədən az, 6 dəfədən çox olmamaq şərti ilə keçirilir. Təxminən ayda bir dəfə keçirmək, yəni kiçik summativ qiymətləndirməni məqsədə uyğundur. Yəni KSG-də test nümunələri fənn müəllimi tərəfindən hazırlanır, 45 dəqiqə ərzində aparılır. BSG isə 1-ci, 2-ci, 3-cü sinifdə olmur, lakin 4-cü sinifdən başlayır, 11-ci sinifə kimi böyük summativ qiymətləndirmə aparılır. 4, 9, 11-ci siniflərdə BSG bütün fənlər üzrə aparılır, yəni buraxılış sinifləri. 5, 6, 7, 8, 10-cu siniflərdə isə BSG buraxılış fənlərindən aparılır. Yəni Azərbaycan dili, riyaziyyat, ingilis dili burada nəzərdə tutulubdur. Deməli, BSG-nin nümunələri məktəb rəhbərliyi, məktəbin yaratdığı xüsusi komissiya tərəfindən hazırlanır və nəticəsi də rəsmi jurnalda qeyd olunur. Bax, diqqət yetiririk. KSG müəllim tərəfindən, fənn müəllimi tərəfindən hazırlanır, amma BSG-nin nümunələri, yəni sualları məktəb rəhbərliyi və məktəbin yaratdığı xüsusi komissiya tərəfindən qeyd olunur, hazırlanır və nəticəsi də rəsmi jurnalda qeyd olunur. Qiymətləndirmə meyarı nəyə əsasən çıxarılır? Qiymətləndirmə həm təlim fəaliyyəti, həm təlim nəticəsinə, yəni dərsin məqsədinə uyğun həyata keçirilir. Bu qədər müəllimlər.